Xəstələrimizə acil şəfa inayət eləcəklər. Elə bir insan yoxdur ki, onun evində bir müşkülü, bir xəstəsi olmasın. Pərverdigar aləm, sənə and verirəm öz rəhmətinə. Bu məclisi sizlərdən, bizlərdən ali dərəcədə qəbul elə. Pərverdigar aləm, bir neçə saatdır burada xidmətçi qardaşlarım əziyyət çəkir, kameraman qardaşım, səs rejissorumuz, hər kim, hər nə cür bu məclisə xidmət edir, o xidmətləri bizlərdən ali dərəcədə qəbul edəcəklər. Pərverdigar aləm, evsiz qardaşlarımıza ev nəsib eləcəklər. İşsiz qardaşlarımıza iş nəsib eləcəklər. Xalqımıza, millətimizə, dövlətimizə bir də belə bir düşman nəsib etməklər. Xalqımızın, millətimizin, dövlətimizin düşmanlarını məhv-i nabud eləcəklər. Pərverdigar aləm, şəhid analarımızı xanım Zəhrə salamullahu aleyhi ilə məşhur eləcəklər. Şəhid atalarımızı Həzrəti Əli əleyhissalamla məşhur eləcəklər. Pərverdigar aləm, sənə and verirəm öz rəhmətinə. Övlad həsrətində olan qardaşlarımız var, bacılarımız var. Onlara əməli salih övlad nəsib eləcəklər. Pərverdigar aləm, yaddan çıxan dualarımız var. İndi bu anda qəlbimizin dərinliyində bəzi dualar var ki, dilə gətirib iqrar eləyə bilmirik. Ya Rəbbəl aləmin, çox qəlbimizdən keçən dualar var, amma indi bir deyək. O duaları bizdən ali dərəcədə qəbul edəcəklər. İnşallah qardaşım bir iltimasıb duayı fərəc oxuyacaq, buyursun, məclisimizi yekunlaşdıraq. Allah əziz analar, əziz atalar, sizlərə səbir versin. Qardaş dua eləyəcəkdi, bitirəcəkdi, amma sonda bunu demək istəyirəm. Bir 3-4 ildə artıq biz şəhid məclislərində demək olar, bütün burada olan valideynlərlə əzizlik. Bir dənə baxın ətrafa demək olar, hamı gedib, özümüz qalmışıq. Özümüz qalmışıq. 3-4 il ərzində mənim cavan gördüyüm dayılarım, əmlərim günü-gündən görə bir 3 il, 4 il ərzində saçları, üzləri ağarıb. Analarımız ağ bir çay olurlar. Allah sizlərə səbir versin. Vallahi elə bir yaradır ki, o yaranı heç kimə demək olmaz. O yaranı gərək başa düşən olsun. Necə ki, mənim əskər yoldaşım var idi. Hər məclisdə mən bu sözü danışmıram. Çünki hər birimizin borcudur bu torpağa xidmət eləyən. 2016-cı ilin aprel döyüşlərində biz olanda mənim bir əskər yoldaşım var. Zəkərəliyev Nazım şəhid. Son sözü oldu, qayıtdı ki, bizləri unutmayın, bizim anamızdan, atamızdan müğayyət olun. Sizlər bizlərin əmanətisiz. Allah sizlərə can sağlıq versin. Bir daha Allah sizlərə səbir inayət eləsin. Məqamlarımız böyükdür, məqamlarımız ucadır. Bu uca məqamı da dəyər vermək hər insan üçün deyil. O məqamı başa düşən insanlar üçündür. Hər insana nəsib olmaz ki, şəhidin valideyninə dəyər vermək. O insanlar arif insanların işidir. Dəyərli insanların qədrini bilmək, dəyərli insanların işidir. Ucuz insanlar dəyərli insanlara qiymət verə bilməz. Allah sizlərə can sağlıq versin, ömür versin inşallah. Allah İmam Zaman ağanı zuhurun təcil eləsin. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme xfirlil mu'minina vəl mu'minat vəl muslimina vəl muslimat əl-əhyâil minhum vəl ənvat. Cəmiyyən şəhid qardaşlarımızın ruhu şad, dünyadan köçənlərimizin ruhu şad. Fatihətən məəs-salavat. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâlin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahu samad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve xüsusən də sonda təşəkkürümü bildirmək istəyirəm mənim əziz bacım Kərbəlayı xanım, Əfqarı xanım, Allah sizi var eləsin, Allah sizi vallahi qorusun, yorulacaq, Allah sizi xidmətlərimizi qəbul eləsin. Xoş halımıza ki, şəhidin qapısında xidmət edə bilirsiniz. Gəlir sizə dəyərinizi bilirsiniz. Allah razı olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Var olasın inşallah.